Yevlaxda 24 yaşlı gənc qətlə yetirilib. Hadisə rayonun Əkşəm kəndində baş verib. Yaxınları bildirib ki, 24 yaşlı Musa Orucov gecə saatlarında evdən çağırılıb. Atası bir müddət xəbər gəlmədiyini görüb axtarsa da oğlunu görə bilməyib. Daha sonra isə övladının xəstəxanada olması haqqında xəbər alıb. Eşitdiyim heç nə yoxdur. Heç nə bilmirəm ata. Bir 10 bilirəm ki, oğlum öldü yoxdur. Gecə saat 2-də 3-ə işləmiş olur. Kim dedi sizə? Oğlum yola çıxmışdı, mən də elə onun dalınca çıxdım. Çıxdım ki, oğlum yoxdur. Balisiya apardılar, Mingəçev xəstəxanasına. Bildiyim bu qədər. O öldürən adamla aralarında nəsə münaqişə oldu? Heç bir münaqişəmiz yoxdur onlarla. Nə kənddir, heç bir düşmənçiliyim də yoxdur, heç bir şəxsi qərəzliyim də yoxdur. Hamı bilir də nətər evladı idi. Nə deyim? Nə deyə bilərəm ki, eşidə? Heç nə. Gecə eşitib getdim ki, acilədə ölübdür, uşaq yoxdur. 24 yaşlı Musa Orucov bir bacının yeganə qardaşı olub. Atası hadisəni törətməkdə şübhəli bilinən şəxslə də heç bir ədavətlərinin olmadığını bildirib. Baş vermiş hadisə ilə bağlı Yevlax rayon prokurorluğu məlumat yayıb. Bildirilib ki, aprelin 7-sində saat 01 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 28 yaşlı Şəhliyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsksiz deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Şəhliyar Bayramlı könüllü təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Faktla bağlı Yevlax rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rahim İbrahimoğlu, Qulam Mirzə Səfərli, Xəzər xəbər.